Bugünkü oyunumuz maraqlı olacaq. Bütün hayasızlığı yığmışıq bir yerə. İlk sualımız. Bir rəkətli namaz hansıdır? Vitir namazı. Ahsan. Vacib namazlardan bir rəkətli namazımız hansıdır? Cənazə namazı. Cənazə Ahsan. namazı. Əhsən. Yadımdan çıxmış. Cənazə namazı qılmışıq ki. Dünyada qibləsiz yer haradır? Kəbə evi. Kəbə evinin damı. Tamam. Təbii ki. 11 peyğəmbərimizin adının qeyd olunduğu yeganə ayə hansıdır? Buyur. Gözlə fikirləşirəm. Atacam, atıram. İbrahim surəsi. Atdım tutmadı. Nisa surəsinin 163-cü ayəsidir. Bunu öyrənərsiniz. Bəli. Çətin. Rahib müəllimliyi sualdır. Namazda Həmd surəsindən sonra amin deməyin hökmü. Haramdır. Yəni namazı Olmaz, batıl batıl edir. edir. Deməli birinci raundda şeytanı yoxa çıxartdınız. Görək Bəhlulla o sən ləqəbi deməyəcəm. Qurana əsasən Həzrət Cəbrail əleyhissalam hansı xanıma nazil olub? Buyurun. Həzrət Məryəm. Həzrət Məryəm. Vüsal cəld olmalısan. Mənim la təcrübəlidir. İslam peyğəmbəri neçə yaşında vəfat eləyib? 63. 63. Peyğəmbər hansı səhabəsi üçün onu azğın bir tayfa öldürəcək deyə buyurub? Sual sifətinə bax. Bilmədiyinə görə mən cavab verirəm. Əmmar Yasir. Peyğəmbər buyurur ki, ey Əmmar, səni azğın bir tayfa öldürəcək. Xanım Məryəmə Allah tərəfindən süfrə nazil olanda hansı peyğəmbər? Zəkəriyyə peyğəmbər. Sualımız tam olaraq nə idi? Gəlir, oradan da hadisə baş verir. Bəli. İstəyir o da, Hansı həmin peyğəmbər momentdə dua eləyir. üçün Allahdan Ha, dua isbat eləyir. istəyir. Bax, dedim, dua eləyir. Bəli. Bu Və Vüsal yarışmamızın qalibidir. Təbrik edirik. Birinci dəfədən də izimizi qoyuram. Bəli.